Studiyamızın qonağı siyasi şərhçi Rəşad Bayramovla danışacağıq. Rəşad bəy, xoş gördük sizi, xoş gəlmişsiniz. Xoş gördük Nurhan. Rəşad bəy, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bir çox məqam var idi, önəmli mesajlar var idi. Onlara toxunarıq istəyirəm. Mənim diqqətimi çəkən bir məqam oldu ki, bugün Xarici İşlər Nazirinin müavini, eyni zamanda parlamentin sədrinin KMTT ilə bağlı fərqli açıqlamalar oldu. Məhz Səfəryan qeyd etdi ki, biz belə bir fikri nəzərdən keçirmirik, belə bir qərarımız yoxdur. Amma Simonyan isə qeyd etdi ki, biz faktiki olaraq artıq KMTT-dən çıxmışıq. Amma Rusiyaya qarşı deyilik, təşkilata qarşı deyilik. Bu açıqlamalar həqiqətən də bir-birinə ziddirmi? Ziddirsə necə başa düşək onları? Əslində zidd deyil, çünki Ermənistan KMTT-dən çıxmaq haqqında qərar qəbul etməyib və bununla bağlı hər hansı bir müraciət də etməyib. Ona görə də faktiki olaraq kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvü olaraq qalır. Simonyanın dediyi ondan ibarətdir ki, fakt odur ki, Ermənistan artıq uzun müddət ki, KMTT-nin tədbirlərində iştirak etmir, KMTT ilə birgə təlimlərdə iştirak etmir və ən nəhayət KMTT-nin maliyyələşdirilməsində iştirak etmir. Yəni, bu iki fikir əslində bir-birini tamamlayır. Yəni, faktiki olaraq, üzv olaraq qalmaqda davam etsə də, amma KMTT ilə bu və ya digər şəkildə birgə əməkdaşlıq dondurulub. Ona görə də Simonyan bu günləri biz faktiki olaraq KMTT-də deyilik deyəndə bu əməkdaşlığın dondurulmasını əslində nəzərdə tutur. Çünki Ermənistanın bu günləri kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxması faktiki olaraq mümkün deyil. Çünki birincisi seçki ərəfəsidir və Ermənistan belə bir riskli qərar qəbul etmək imkanında deyil. Çünki bu dərhal Rusiya tərəfindən əks tədbirlərin görülməsi ilə nəticələnə bilər. İkincisi, bu günləri Ermənistanın özünün müstəqil olaraq öz təhlükəsizliyini təmin etmək, sərhədlərin təhlükəsizliyini təmin etmək üçün müvafiq gücü, infrastrukturu yoxdur. Bütün sərhədlər demək olar ki, Rusiya hərbiçiləri tərəfindən qorunur. Bir neçə ay bundan qabaq cəmi qəbul olunan qərar ondan ibarətdir ki, Rusiya hərbiçiləri ilə yanaşı sərhədlərin mühafizəsində Ermənistan hərbiçiləri də iştirak eləsinlər. İndiyə qədər sərhəd keçid məntəqələrindən cəmi ikisində belə deyək, Rusiya əskərlərinin Ermənistan əskərləri ilə dəyişilməsi baş verib və bir də hava limanında bilirik ki, Zvartnoz hava limanında proses baş verib. Amma böyük ölçüdə Ermənistan təhlükəsizliyi bu gün hələ də, yenə də Rusiya hərbiçilərinin belə deyək, ixtiyarındadır. O baxımdan da xüsusən də indiki mərhələdə həm bunu nəzərə alaraq, eyni şəkildə həm də Rusiyadan gələ biləcək təzyiqləri nəzərə alaraq Ermənistan hakimiyyəti KMTT-dən çıxmaq haqqında qərar qəbul etmir. Amma Ermənistan hakimiyyəti çox istəyərdi ki, bu qərar Rusiya tərəfindən və yaxud da KMTT-nin özü tərəfindən qəbul olunsun. Çıxardılmağı üstün tutur. Yəni, bəli, çünki maliyyənin əslində köçürülməməsinin üzvülük haqqı olaraq KMTT-yə lazım olan vəsaitin, ödənilməli olan vəsaitin ötürülməməsinin də səbəbi ondan ibarətdir ki, nəhayət ki, KMTT belə bir qərar qəbul etsin. Amma biz KMTT rəhbərliyinin də indiyə qədər olan açıqlamalarına şahidlik etmişik və onlar da bildiriblər ki, onların belə bir qərar qəbul etmək niyyəti yoxdur. Amma bu ilin sonuna qədər, yəni dekabrın sonuna qədər müvafiq üzvlük haqqı ödənilməyəcəyi halda hansısa qərarlar qəbul oluna bilər. KMTT nizamnaməsinə görə onların da bu və ya digər şəkildə hansısa üzvü öz sıralarından kənarlaşdırmaq kimi bir prosedur nəzərdə tutulmayıb. Düzdür, üzvlük haqqının ödənilməsi ilə bağlı məcburiyyət var, amma bu məcburiyyət, yəni bu üzvlük haqqı ödənilmədiyi halda atılacaq addımlarla bağlı konkret mexanizm yoxdur. Ona görə də ən yaxşı halda bugün KMTT Ermənistanın qurumdakı birgə tədbirlərdə iştirakını qadağa qoyan hansısa qərar qəbul eləyə bilər və yaxud da iclaslarda iştirakını qadağan eləyən hansısa qərarlar qəbul eləyə bilər ki, Ermənistan da onsuz da bu tədbirlərdə iştirak eləmir. Amma bu o demək deyil ki, Ermənistan uzun müddət bundan sonra da KMTT daxilində fəaliyyəti davam etdirmək niyyətindədir. Yox, yenə deyirəm, yəqin ki, seçkilərdən bir müddət sonra Paşinyan artıq seçkidən sonra yenidən öz mövqelərinin güclü olduğunu dərk etdiyi andan etibarən və xüsusən də qərb tərəfdaşlarından Rusiya olmayacağı halda təhlükəsizlik zəmanətləri alacağı halda dərhal KMTT-dən çıxmaq haqqında qərar qəbul eləyəcək. Çünki bu Paşinyanın hələ birinci hakimiyyətə gəlişi dövründə götürdüyü öhdəlikdir.
eyni zamanda Səfəryanın trip marşrutu demarkasiya ilə bağlı açıqlaması da var idi. Onu da təqdim etdik. Mən istəyirəm trip marşrutunda Rusiyanın iştirakı məsələsi ilə əlaqədar olaraq həmin o cavabını təhlil eləyə öncə qeyd edir ki, Rusiyanın cəlb olunması ilə bağlı hazırda bir razılıq yoxdur. Türkiyə ilə bağlı da eyni şey deyir. Hazırda əlaqələr var ümumiyyətlə hər tərəfdən, amma bununla bağlı bir razılıq yoxdur. Əsas diqqətimizi Ermənistan Amerika Birləşmiş Ştatları şirkətinin yaradılmasına yönəltmişik. İşlər bu istiqamətdədir. Amma əlbəttə ki, bir ara Nikol Paşinyandan bir açıqlama olmuşdu ki, üçüncü tərəflərin qoşulması məsələsi ilə bağlı danışıqlar gedir. Bu mümkündür. Ümumiyyətlə, layihə daha inkişaf edən layihədir. Daim yeniliklərin əlavə ediləcəyi elə 8 avqustdan bəlli idi. O zamanda da bunlar ifadə edilmişdi, bu niyyətlər də. Rusiya və Türkiyə ilə bağlı məqam hazırda aktiv deyil. Bir nəticə yoxdur deyilir. Amma danışıqlar hansı yöndədir sizcə? Bu günləri faktiki olaraq danışıqlar Ermənistanla Amerika Birləşmiş Ştatları arasında aparılır. Biz bilirik ki, nümayəndə heyətlərinin səfərləri təşkil olundu, hansısa müzakirələr aparıldı. Ən vacib məsələ 8 avqust görüşündə Trumpın elan elədiyi bir məsələ var idi. 99 illik icarə müqaviləsi. Bunu hamımız xatırlayırıq. Və həmin vaxt bu rəsmi sənədlərdə əks olunmasa da, amma Trumpın mətbuat konferansında səsləndirdiyi konkret rəqəm var idi. Yəni 99 il məsələsi və hətta Trump bildirmişdi ki, 99 ilin tamamından sonra da Ermənistan tərəfi həmin müqavilənin uzadılması ilə bağlı da üzərinə müvafiq öhdəliklər götürməyə hazırdır. Biz həmin vaxt nəyə şahidlik elədik? Nə Paşinyan, nə həmin vaxt zalda olan Ararat Mirzoyan buna hər hansı bir etiraz bildirmədilər. Amma üzərindən 2 həftə keçəndən sonra Ararat Mirzoyanın bir açıqlaması oldu və bildirdi ki, konkret olaraq 99 illiyə həmin ərazinin ABŞ şirkətinə icarə verilməsi ilə bağlı hər hansı bir razılaşma yoxdur. Və ondan sonra gözlənilən də baş verdi. Dərhal Amerika Birləşmiş Ştatları tərəfindən nümayəndə heyətinin göndərilməsi təmin edildi, danışıqlar aparıldı. İndi də son danışıqlar mərhələsi ondan ibarətdir ki, həmin ərazi 49 yoxsa 99 illiyinə verilməsi məsələsi həllini tapsın. Əsas məsələ bu deyil. Əsas prinsipial məsələ ABŞ və Ermənistan şirkətləri burada üçüncü tərəflərin iştirakını təmin etmək istəyirlər. Buna imkan yaratmağa hazırdılar, yoxsa yoxla bağlıdır. Açıq qeyd eləmək lazımdır ki, bu günləri Zəngəzur dəhlizinin Trump marşrutu üzərində, yəni Ermənistandan keçən o 42-43 kilometrlik marşrut üzərində söz sahibi Ermənistan deyil. Bu səlahiyyət artıq faktiki olaraq Amerika Birləşmiş Ştatlarının səlahiyyətidir. Və Amerika Birləşmiş Ştatları orada üçüncü bir tərəfi görmək istəyəcəksə, məsələn Rusiyanı görmək istəyəcəksə və yaxud da Türkiyəni görmək istəyəcəksə, Ermənistan böyük ölçüdə buna hər hansı bir etiraz etməyəcək. Bu günə bunlar nəzərdə tutulmur. Ona görə ki, bu günləri faktiki olaraq ortada ABŞ Ermənistan şirkətinin yaradılması, prosesin hansı yolla tənzimlənməsi məsələləri müzakirə olunur. Gələcəkdə nə olacağı isə, yenə deyirəm, o gələcəyin işidir. ABC-in nə dərəcədə Ermənistana bu məsələdə icazə verib verməyəcəyindən asılıdır. Amma Paşinyanın üçüncü qüvvələrin gələcəkdə iştirakı və s. ilə bağlı etimadları da əslində seçki qabağı, belə deyək, mühitlə əlaqədardır. Yəni bu günləri Ermənistan maksimum şəkildə kənar təzyiqləri, seçkilərdə, seçki dövründə olan kənar təzyiqləri neytrallaşdırmaq üçün bu cür bəyanatlarla çıxış eləyir. Yəni, Rusiya səfərində də oxşar bəyanat verdi. Onun ardınca biz Rusiya tərəfinin Ermənistan detallı məlumatı bizə çatdıracaq kimi bəyanatlarına da şahidlik etdik. Yəni, gələcəkdə nə olacağı faktiki olaraq yenə deyirəm, Amerika Birləşmiş Ştatlarının mövqeyindən asılı olacaq. Bu günləri tutaq ki, nə baş verir? Bu günləri Beynəlxalq Atom Agentliyi deyir ki, Zaporojye Atom Elektrik Stansiyasının Rusiya və Ukrayna arasında birgə istismarı ilə bağlı ortaq məxrəcə gəlinməsi vacibdir. Yəni, sabahları Trumpın, belə deyək, addımları ardıcıl olmadığı üçün və müxtəlif zamanlarda, müxtəlif mövqedən çıxış eləyən faktiki olaraq mövqe sərgilədiyi üçün sabahları nə olacağını da faktiki olaraq biz sonra görəcəyik. Amma bugün fakt ondan ibarətdir ki, bəli, Zəngəzur dəhlizinin trip layihəsi ilə bağlı mərhələ 2 ölkənin birgə şirkət yaratması, konkret olaraq ərazinin neçə illiyinə birgə şirkətin fəaliyyəti, təhlükəsizlik məsələlərinin hansı şəkildə həyata keçiriləcəyi və ən əsası həmin yolun layihələndirilməsi ilə bağlı olan məsələlərdir. Ən böyük çətinlik bu günləri məhz layihələndirmə ilə bağlı olan məsələdir. Çünki vəziyyət doğrudan da
o dəhlizin 50 metr, 60 metr kənarında İran sərhədçiləri dayanır. Bu biri tərəfdən Rusiya sərhədçiləri dayanır. Bu tərəfdən dəhlizin özünə də nəzarəti bu və ya digər şəkildə Amerika Birləşmiş Ştatları həyata keçirir. Yaxınlıqda Fransanın konsulluğu fəaliyyət göstərir, İranın konsulluğu fəaliyyət göstərir, Rusiya orada da konsulluq açmaq istəyir. Yəni vəziyyət doğrudan da gərgindir. O baxımdan da bu gün Ermənistan rəsmilərinin bu istiqamətdə verdiyi açıqlamalar və bəyanatlar əslində real vəziyyəti və yaxud da bundan sonra atılacaq addımları ehtiva etməkdən daha çox kənar qüvvələri belə deyək qızıqlandırmamağa hesablanmış belə deyək bəyanatlardır. İranın konkret tələbi var ki, yol bağlanmasın. Yol bağlanmırsa burada keçidin müvafiq 42 kilometrlik məsafənin müvafiq hissəsinin ya yeraltı tunel vasitəsilə, ya körpü vasitəsilə keçidin təmin olunması məsələsi var ki, bu müzakirə predmetidir. Rusiyanın maraqlarının bu və ya digər şəkildə nəzərə alınması müzakirə predmetidir. Amma bunların hamısı, yenə deyirəm, növbəti mərhələdə müzakirə olunacaq məsələlərdir. Bu günləri real olan ondan ibarətdir ki, hər hansı bir kənar qüvvənin istəyir Türkiyə olsun, istəyir Rusiya olsun, indiki mərhələdə proseslərə qoşulma ehtimalı yoxdur. Eyni zamanda Simonyanın bir açıqlaması var trip marşrutu ilə bağlı. Bu mülki layihədir, hərbi layihə deyilir. Siz özünüz oradakı bir çox gərgin proseslərlə bağlı, qüvvələrin fərqli maraqlarına bağlı danışdınız. Son dönəmlər Rusiyadan açıqlamalar artmağa başlayıb. Azərbaycana, Ermənistana mesajlar verilir. Üç tərəfli razılıqlarla əlaqədar. Burada bəllidir, biz təhlil edirik əsasən burada Rusiyanın hansı təsir məqamı qalıb. O da həmin əraziyə, yəni bu layihəyə nəzarətlə bağlı məsələlər. İndi Ermənistan tərəfindən bu mülki layihədir, hərbi layihə deyil deməsinə baxmayaraq bir nəzarət də olmalıdır orada. İlk dönəmlərdə Amerika Birləşmiş Ştatlarının yarı hərbiləşdirilmiş nəzarəti, yəni şirkətin yarı hərbiləşdirilmiş formada orada nəzarətdən söhbət gedirdi. İndi bu məsələ necə tənzimlənir ki, Ermənistan tərəfindən belə bir açıqlama gəlir? Təbii ki, prinsip etibarilə doğrudan da Zəngəzur dəhlizi, belə deyək, mülki dəhlizdir. Sırf iqtisadi maraqlar, qovşaq rolunu oynayan bir dəhlizdir və o baxımdan burada birbaşa hansısa ölkənin hərbi birliklərinin iştirakına da elə bir ehtiyac yoxdur. Söhbət təhlükəsizlik məsələlərindən gedirsə, həmin dəhlizin sağ və sol hissəsində konkret belə deyək, yolun bağlanması və ora hər hansı bir keçidin, kənar keçidin təmin olunmaması istiqamətində müəyyən işlər görülə bilər. Xüsusi avadanlıqlar vasitəsilə, video müşahidə vasitəsilə və s. proseslərlə də həmin yola nəzarəti təmin eləmək olar. Əgər, yenə deyirəm, Amerika Birləşmiş Ştatları, məsəl üçün, Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının adı mülki müşahidə missiyası var ki, o da faktiki olaraq yarım hərbiləşdirilmiş strukturdur, keçmiş jandarmeriyadan, kəşfiyyat qurumlarının əməkdaşlarından və s. təmsil olunur və Rusiyada kifayət qədər yaxşı bilir ki, indi yaradılan ABŞ Ermənistan şirkəti və Amerika Birləşmiş Ştatlarının müvafiq şirkətinin orada nəzarəti təmin etməsində də nə qədər mülki şəxslər olacaqsa da belə, onların da hər biri kifayət qədər hərbi strukturlara bağlı olan şəxslərdən ibarət olma ehtimalı kifayət qədər yüksəkdir. Rusiyanın əslində narahatçılığı, o cümlədən İranın narahatçılığı həm də bundan bağlıdır. Təbii ki, başqa səbəblər də var. Rusiya həmin ərazini öz nəzarətində saxlamaqla dövlətlərə təsir imkanını əldə etməyə cəhd eləyir. Ona görə də 10 noyabr üç tərəfli bəyanatının 9-cu maddəsinə tez-tez istinadlar eləyir. Amma məsələ burasındadır ki, proseslərin hamısı artıq keçmişdə qalıb. Yəni, bu günləri 10 noyabr üç tərəfli bəyanatı da artıq masada deyil və ondan irəli gələn öhdəlikləri icra etməyən tərəflərdən biri də məsələ Rusiya özüdür. Çünki Zəngəzur dəhlizinin açılması, Zəngəzur dəhlizindən sərbəst keçidin təmin olunması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən maneəsiz keçidin təmin olunması ilə bağlı öhdəliklər həm də Rusiyanın öhdəliyi idi ki, 5 il müddətində bununla bağlı hər hansı bir addım atılmayıb. Ona görə də indi Rusiyanın nə deməsi prinsip etibarilə böyük ölçüdə heç nəyi dəyişmir. Yəni, yenə deyirəm, o baxımdan Simonyan haqlı olaraq deyir ki, bu mülki layihədir və faktiki olaraq burada İranın və Rusiyanın hər hansı bir xarici ölkənin hərbi birliklərinin əraziyə yerləşdirilməsi kimi iddiaları da, hansılar ki biz Rusiya mətbuatında da, İran mətbuatında da buna tez-tez şahidlik edirik, bu iddiaların da hər hansı bir əsası yoxdur.
Aydındır. Digər tərəfdən biz eyni zamanda Türkiyənin iştirakı ilə bağlı məsələ ilə də əlaqədar açıqlamanı təqdim etdik. Bu da önəmlidir. Çünki hətta ilk dönəmlərdən belə iddialar yayımlanırdı ki, Ermənistan mətbuatında əslində Amerika Birləşmiş Ştatları burada nəzarət məsələsini, digər məsələləri Türkiyənin öhdəsinə buraxacaq. O da NATO-da ən yaxın tərəfdaşlarından olduğuna görə və regionda Türkiyənin önəmli bir rolu olduğuna görə qeyd edilir. Amma hələ ki bu məsələ ilə bağlı bir nəticə yoxdur deyilir. Siz necə dəyərləndirirsiniz? 2028-ci ildə məhz Zəngəzur dəhlizinin artıq istifadəyə veriləcəyini düşünsək, ona qədər çox şey də dəyişə bilər. Mümkündürmü Türkiyənin burada əsas rol alması? Yəni, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının, belə deyək, bu rolu ona verməsi ilə. Hər şey ola bilər. Baxın, haqqında danışdığımız dəhliz təkcə o 42-43 kilometrlik məsafə demək deyil. Zəngəzur dəhlizi Şərqi Zəngəzurdan başlayan, indiki Ermənistan ərazisindən keçən, ondan sonra Naxçıvan ərazisi ilə uzanıb Türkiyəyə qədər çatan böyük bir məsafəni əhatə edən dəhlizdir və bu dəhlizin bir tərəfində faktiki olaraq Türkiyə dayanır. O baxımdan onsuz da uzun bir dəhlizin bu və ya digər şəkildə hansısa hissəsində Türkiyənin nəzarəti də faktiki olaraq təmin olunur. Bir tərəfində Azərbaycan prosesə necə nəzarət eləyirsə, digər tərəfində də Türkiyə prosesə o şəkildə nəzarət eləyir. Gələcəkdə Ermənistan və Türkiyə arasında olan münasibətlərin hansı dərəcədə inkişaf eləyəcəyindən də çox şey asılı olacaq. Yəni, bu günləri Ermənistan faktiki olaraq əgər həqiqətən sözün əsl mənasında Rusiyanın iqtisadi asıllığından qurtarmaq istəyirsə, onun üçün yeganə yol Türkiyə ilə iqtisadi münasibətlərin bərpa olunması və ümumiyyətlə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Çünki bu günləri Ermənistanı Rusiyanın təsiri altından, iqtisadi təzyiqindən qurtara biləcək yeganə dövlət faktiki olaraq, region dövləti faktiki olaraq Türkiyədir. Amerika Birləşmiş Ştatlarının okean otayından burada Ermənistanın iqtisadi müstəqilliyini təmin etmək kimi bir imkanları yoxdur. Eləcə də Ermənistanın dostu olan Fransanın və Avropa İttifaqının ayrı-ayrı ölkələrin də belə bir imkanları yoxdur. Ona görə də Türkiyə burada aparıcı faktorlardan birinə çevrilir. Xüsusən də indi ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının təkcə Cənubi Qafqaz yox, o cümlədən də yaxın şərq siyasətində Türkiyəyə önəmli yer verildiyini nəzərə alsaq, gələcəkdə bu istiqamətdə bu və ya digər şəkildə qərarların qəbulu mümkündür. Amma yenə deyirəm, haqqında danışırıq biz 2028, hətta bəlkə də 2029-2030-cu ilə qədər olan dövrdən biz danışırıq nə baş verəcəyindən. O dövrə qədər nələrin baş verəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil. Hətta nəzərə alaq ki, layihənin artıq bu il başlasaydı 2028-də, Paşinyan dediyinə görə 2026-ın ikinci yarısından prosesə başlamaq istəyirlər. Bu da çəkəcək 2029-a. Bu da o deməkdir ki, artıq Trump hakimiyyəti dövrü də deyil Amerika Birləşmiş Ştatlarında. O baxımdan vəziyyətin dəyişməsi, hansısa balansın, güclərin və s. regiona həmin əraziyə nəzarət baxımından dəyişməsi mümkündür. Amma kimin nəzarət etməsi, kimlərin prosesdə iştirak edib etməyəcəyindən asılı olmayaraq, layihənin icra olunacağı ilə bağlı qəti mövqe var. Çünki bu təkcə Ermənistanın istəyi ilə ortaya çıxan bir layihə deyil. Bu təkcə Azərbaycanın tələbi ilə ortaya çıxan bir layihə deyil. Dünyanın müxtəlif güclərinin bu layihədə özlərinin hər birinin maraqları var və şərq, qərb, şimal, cənub marşrutlarının qovşağında yerləşən bu yolun mütləq şəkildə açılması vacibdir və bu da həm də Ermənistan tərəfinin öhdəliyidir. Rəşad bəy, digər bir sualım da olacaq. 1-2 dəqiqəlik bir cavab istəyirəm, qısa bir cavab istəyirəm sizdən. Burada əlbəttə ki, Azərbaycandan gedən mütəxəssislərdən birinin açıqlamasını təqdim etdi. Önəmli bir məsələ idi. Əslində, Azərbaycanın buradakı mövqeyi necədir, buradan Ermənistan necə görünür deyə görünür ki, həqiqətən Azərbaycan tərəfi yaxşı onlara prosesləri anlata bildilər. Onlar da öz cəmiyyətlərinə çatdırırlar. Digər tərəfdən, indi biz rəsmilərin açıqlamalarında da görürük, su içində yaşayacağıq, artıq birgə ticarət başlayıb, bundan sonra proseslər daha da genişlənəcək kimi açıqlamalar verilir. Ən azından hazırda Paşinyan komandasının daxilində bu məsələlərdə bir aydın düşüncə var. Amma Ermənistan cəmiyyətində hələ də məsələn həmin o mütəxəssislərin Azərbaycana səfəri ilə bağlı olaraq qınanırlar. Niyə görə getdiniz kimi suallar ünvanlayır. Azərbaycan cəmiyyətində belə bir şey olmamışdı. Birinci biz tərəfdən getmişdi vətəndaş cəmiyyəti nümayəndələri. Necə düşünürsünüz? Birgə layihələr həqiqətən də Ermənistanda o ideologiyanın dəyişməsinə kömək eləyəcəkmi? Çünki ilkin işartılar gözlənildiyi kimi də əslində baxdığımızda o qədər də müsbət deyil hələ ki.
Təbii ki, baxın, bu günləri birincisi Ermənistan hakimiyyətinin üzərinə bu məsələdə böyük bir vəzifə düşür. Və o cümlədən də haqqında danışdığımız vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin üzərinə böyük bir vəzifə düşür. Burada paralel şəkildə işin aparılması lazımdır. Yəni, sırf dövlət tərəfindən, konkret dövlət strukturları tərəfindən bu mesajların verilməsi bir şeydir, amma ictimaiyyət nümayəndələrinin bu mesajları verməsi tamam başqa bir şeydir. O baxımdan burada paralel işin aparılmasına və maarifləndirmə işinin təşkilinə böyük bir ehtiyac var. Ermənistan cəmiyyəti böyük ölçüdə şovinist cəmiyyət olduğuna görə, revanşist mövqe hələ də qalmaqda davam etdiyinə görə, təbii ki, buradan gedən, belə deyək, həmin o şəxslərlə bağlı orada vətən xaini və s. kimi damğaların yapışdırılması əvvəlcədən də gözlənilirdi. Amma prinsip etibarilə bu günləri bu məsələdə geriyə dönüş imkanları yoxdur. Bu gün Ermənistan rəsmilərinin bu mövqedə davamlı açıqlamaları, sülhlə bağlı verdiyi bəyanatlar da real vəziyyəti dərk etmələrindən irəli gələn bəyanatlardır. Çünki bunun alternativi nədir? Yəni, sülhün alternativi müharibədir. Müharibə isə bu günləri Ermənistanın mövcudluğunu təhlükə altına ala biləcək bir hadisədir. O baxımdan Ermənistanın mövcud hakimiyyəti də bunu həm dərk eləyərək, həm seçki-qabağı platformada biz bilirik də müxalifətin mövqeyi nədir, hakimiyyətin mövqeyi nədir. Seçki-qabağı platformada insanlara sülh modelini tətbiq etmək baxımından bu cür bəyanatlarla çıxış edirlər. Düşünürəm ki, bu istiqamətdə davamlı fəaliyyət nəticə etibarilə Ermənistan cəmiyyətində bu və ya digər şəkildə müvafiq fikirlərin formalaşmasına da son nəticədə yatırıb çıxara bilər. Aydın, çox sağ olun Rəşad bəy. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz və önəmli dəyərləndirmələriniz üçün.